Fatimə Fətəliyevadan Nazilə Səfərli ilə diqqət çəkən paylaşım. Rəqqasə Fatimə Fətəliyeva sosial media hesabında şairə Nazilə Səfərli ilə birgə fotosunu paylaşıb və bu paylaşım qısa zamanda maraqla qarşılanıb. Sferas xəbər verir ki, yayımlanan görüntü real deyil və süni intellekt texnologiyası vasitəsilə hazırlanıb. Fotoda hər iki tanınmış sima eyni kadra yerləşdirilərək diqqət çəkən bir görüntü yaradıb. Fatimə Fətəliyeva sözü gedən fotonu Instagram hesabının hekayə bölməsində izləyicilərinə təqdim edib. Paylaşım sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub və müxtəlif reaksiyalar doğurub. Xatırladaq ki, Fatimə Fətəliyeva ilə Nazilə Səfərli arasında uzun müddət davam edən qalmaqallı münaqişə yaşanıb. Qarşılıqlı ittihamlarla müşayiət olunan bu qarşıdurma məhkəmə mərhələsinə qədər gedib çıxmışdı. Daha sonra rəqqasə verdiyi açıqlamada şairəyə 50 min manat məbləğində pul ödədiyini bildirib. Məhz bu səbəbdən tərəflər arasında münasibətlərin gərgin olduğu bir vaxtda edilən sözü gedən paylaşım ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bəziləri bunu barışıq mesajı kimi dəyərləndirsə də, digərləri paylaşımı ironik və ya simvolik addım hesab edir. Hazırda hər iki tərəfdən mövzu ilə bağlı əlavə açıqlama verilməyib.